Mərdəkandan xoş gördüm hər kəsi. Bugün sizlərə Mərdəkanda Qoşuqala restoranının yaxınlığında yerləşən bu evin təqdimatına gəldim. Bilmirəm nədəndir, həyətə girəndə qayıtdım ki, ay Allah, nə gözəl evdir. Allah hər biri bizə bax belə gözəl evlərdə yaşamağı qismət eləsin inşallah. Amma hər zaman dediyim kimi gözəlliklərə inanmırsınız, mənə belə inanmırsınız. Evlərinizi alanda təmir və tikintini yoxlatmağı unutmayın. Sağ tərəfini göstər, zəhmət olmasa. 7 sot yarım torpaq sahəsində yerləşir. 260 kvadrat evimizin ümumi sahəsidir. Burada hovuzunu görürsünüz. 8 metr uzunluğunda, 1,60 dərinliyində, 4 metr enində və hovuza vurulan, yəqin ki, keramograniti də mozaikanı da görürsünüz, fərqlidir. Yəni, bahalıdır belə deyim. Burada manqalını göstər. Görürsünüz, tam kərpiclə işlənilib manqalı. Qiyməti ən vacib məsələ 850 min manat start deyirəm. Allah xeyir versin, alana da, satana da. Sadəcə olaraq sizlərdən bir xahişim var. Mən çalışıram ki, evimi təqdim edeyim sizlərə. Siz də bunun müqabilində bir dənə orada like düyməsinə toxunsaz sevinərəm, məmnun olaram yəni. Burada gördüyünüz kimi 35 kvadratlıq besetkası, daxilində sanitar qovşağı, ikinci açıq verandası və evin ətrafını gəl göstərək zəhmət olmasa. Mən istəyirəm izləyicilərim tam görsünlər. Buradan evin ətrafına keçid var. Tam da dövr eləmək mümkündür. Sadəcə olaraq orada bağlayıblar kombiyə görə, amma evi tam ətraflı dövr eləmək mümkündür. Orada bir dənə kombi yeri tikiblər. Gördüyünüz kimi fasadında bəzi yerlərdə belə daşlardan istifadə ediblər. Təbii daşlardan, burada mozaikadan istifadə ediblər. Girişi çox qəşəngdir, patoloka, yəni dama qalxmaq üçün yer qoyulub. Ya Allah, ev ümumilikdə bayırdan bayıra 7 metrdir hündürlüyü. Evin daxili 4 metrdir. Necə gözəl bir evdir. Saxla gəl. Kvadratda bir dənə yanlışlıq olub. Evin kvadratı ümumilikdə 300 kvadrat metrdir. Bax, belə bir dənə 55 kvadratlıq zalı var. Əllərinizə sağlıq, qardaş. Çox qəşəng. Burada da boyadan istifadə ediblər evdə. İstədiyiniz rəngə dəyişə bilərsiniz. Məncə qəşəngdir. İndi təbii ki, zövqlər müxtəlifdir. Mən yəni həyətə də girdim. Ürəyim açıldı. Evdə daxil oldum. Ay maşallah. Dünəndən babat külək olub ha. Maşallah havanı bilmək olmur. Bir gün dolu yağır, bir gün qar yağır, bir gün çıxır. Burada da qəşəng 35 kvadratlıq geniş mətbəxi və mətbəxin qarşısında verandası, həyət görüntüsü. Əllərinizə sağlıq, qardaş. Keçirik yataq otaqlarına. Evdə ümumilikdə 4 dənə yataq otağı var. Ümumiyyətlə, ev alanda nələrə fikir verin? Qiymət fərqini həmişə bunları nəzərə alın. Baxın, bu yataq otağının özünün qardirobu və burada sanitar qovşağı. Bu bir üstünlüyü. Keçirik ikinci yataq otağına. Bir dənə bu yataq otağı tam sadə boşdur. Tək yataq otağıdır. Burada da 19 kvadratlıq bir yataq otağıdır. Evimiz tam isti döşəməlidir. Sənədləri qaydasındadır. Ümumiyyətlə, mənim müştərilərim bilir ki, mən sənədsiz heç bir şey satmıram. Yəni, heç kimə də məsləhət bilmirəm sənədsiz bir şey almağı. Burada tam ümumi sanitar qovşağı. İndi keçirik yataq otaqlarına. Üçüncü yataq otağı və yenə də özünün sanitar qovşağı. Bax, bu da bir plusdur. Xanımların ən yaralı yerlərindən biri olan çamaşırxana. Və dördüncü yataq otağı 28 kvadrat metrdir. Özünün sanitar qovşağı və burada da qardirobu. Bir dənə bu istəyirəm buranı göstərim. Buna bax, qəşəng köhnə ağacları, divar məsafəsinə fikir verin. Kifayət qədər məsafəsi var.
Qəşəng, Allah xeyir versin. Allah hər birimizə, mənim xalqıma, ümumiyyətlə bütün insanlara, yaxşı insanlara belə gözəl evlərdə yaşamağı qismət eləsin inşallah. Bundan yaxşıları sizlərə qismət olsun. Like'larınızı unutmayın. Mən qardaşımızı xoşbəxt edirsiniz, like'ımızı orada bol görəndə. Görüşmək ümidi ilə. Hələlik.